Zaram, erməni mediası belə bir məlumat yayıb ki, Paşinyan Azərbaycan prezidenti İlham Əliyevdən kömək istəyib. Söhbət nədən gedir? Söhbət Ermənistanda istehsal olunan məhsulların Azərbaycan bazarına çıxarılmasından gedir. Bilirsiniz ki, Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitindən sonra, xüsusilə Ukrayna prezidenti Zelenskinin İrəvana səfərindən sonra Rusiya Ermənistana qarşı kəskin mövqe tutacaq. Ermənistan məhsullarının idxalına da qadağa qoyacaq, başqa təzyiq bıçaqlarını da işə salacaq. Ermənistan məhsullarının Azərbaycan bazarına çıxarılması mümkündürmü və əgər Rusiya Ermənistana daha ciddi şeylərlə təhdid edərsə, məsələn, qazın dayandırılması və digər bu kimi təsir bıçaqlarını istifadə edərsə, biz Ermənistana necə kömək edə bilərik? İkincidən başlayaq. Biz zamandır Gürcüstanı dəstəkləmişdik bu istiqamətdə. Rusiya ilə kəskin qarşı durma şəraitində olan Gürcüstanı biz dəstəkləmişdik və təbii qazla təchiz etmişdik. Nəzərə alaq ki, o vaxt bu qədər güclü deyildik. Bəli. İndi də Ermənistanda buna zərurət yaranarsa, Azərbaycan bunu düşünürəm ki, eləyə bilər. O ki, qaldı Ermənistan məhsulların bazara çıxarsa, mən düşünürəm ki, burada ən uyğun bazar Türkiyədir. Çox böyük ehtimalla Azərbaycan və Türkiyə burada sinkron hərəkət edəcək. Burada düşünürəm ki, Türkiyənin üzərinə daha artıq rol düşəcək burada buna bağlı. Bizə dağ mədən sənayesinin müəyyən məhsulları gələ bilər. Mən bildiyim qədər alüminium məhsullarının Azərbaycana ixracı müzakirə olunub bununla bağlı məsələdə. Digər məhsullar, xüsusən Ermənistan mineral içkiləri və kənd təsərrüfatı məhsulları, onlar daha çox Türkiyə bazarına yönəlilə bilər və mən düşünürəm ki, burada Azərbaycan məxsusi rol oynayacaq. Yəni Azərbaycanın da dəstəyi ilə birmənalı şəkildə. İkincisi də mən dəfələrlə demişəm, bir daha da təkrarlamağa ehtiyac var. Siyasət bitəcək, diplomatiya da bitəcək. Tutaq ki, sazişlər imzalandı, yollar açıldı. Amma normallaşma bundan yekunlaşmayacaq. Normallaşma üçün ilk növbədə ticarət lazımdır. Normallaşma üçün iqtisadi əməkdaşlıq lazımdır. Yenidən silahların işə düşməməsi üçün mütləq iqtisadiyyat və ticarət lazımdır. Birmənalı şəkildə. Aydın iqtisadiyyat və ticarət Rusiya-Ukrayna müharibəsi göstərdi ki, heç də müharibələrdən tam sığorta deyil. Əvvəl fərqli düşünürdülər. Zarafatla deyilir ki, sərhədləri qatarlar keçməsə tanklar keçir. Amma indi məlum olur ki, yox, tanklar keçəndə elə həmin o qatarlar da vurub aşırır. Amma yenə də o iddia düzdür ki, iqtisadi və ticarət bağlantıları istər-istəməz müharibə riskini azaldır. Tam qarşısını almır, amma müharibə riskini azaldır. Və biz Ermənistan cəmiyyətində Azərbaycandan ixrac olunan enerji daşıyıcılarının alınıb satılması ilə bağlı necə rahat qarşıladığını görürük və açığı ən real ümidlərdən biri bu idi. Digərləri sorğular və s. ilaxır bunlar göstərir. Amma bir erməni gedib yanacaq doldurma məntəqəsindən Azərbaycan dizeli alırsa, daha ucuz qiymətə. Daha ucuz qiymətə. Və real budur. Yəni real ticarət, real sülh prosesi budur və mən düşünürəm ki, Azərbaycan bu istiqamətdə fəaliyyəti daha da genişləndirəcək və bu istiqamətdə tam dəstək verəcək. Zaman fikrinizcə bizdə ictimai reaksiyalar necə olacaq? Tutaq ki, biz sabah Ermənistanı çətin vəziyyətdən xilas eləmək üçün Azərbaycan bazarını açdıq ki, Ermənistan məhsulları Azərbaycana ixrac olunsun, idxal olunsun. Rusiya bağladı bütün bazarını, Ermənistan məhsullarını buraxmadı və Ermənistan çox pis vəziyyətdə qaldı və biz ona kömək eləmək istədik. Həm Türkiyə, həm də biz. Bizdə ictimai reaksiyalar necə olacaq? Biz erməni məhsullarını alacağıq. Maraqlı bu çox ciddi məsələdir. Ermənistandan sənaye məhsullarının idxalında problem görmürəm, amma digər məhsullarla bağlı mən düşünürəm ki, düşünmək lazımdır. Mən düşünürəm ki, bunun üçün ən uyğun bazar Türkiyədir, bir daha qeyd edirəm. Biz çox böyük ehtimalla bunu bu prosesin arxitekturasını qurub Türkiyə bazarına münasib eləyə bilərik bunun üçün.